hər vaxtınız xeyir əziz və dəyərli tamaşaçılar, hər birinizi Sağlam Səhət verilişində yenidən xoş gördük. Bugün biz beyin qan dövranı pozulmaları haqqında söhbət aparacağıq və suallarımızı Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin həkimi nevroloq Ülviyə Səlimova cavablandıracaq. Beyin qan dövranı pozulmaları. Bir dəyişdirilə bilən faktorlardır, bir də dəyişdirilə bilməyən faktorlardır. Kimlər təhlükədədir? Qadınlar yoxsa kişilər? Qadınlarda daha az siqaret çəkmə var. İnsultdan şübhələnmək üçün hansı kliniki simptomları görməliyik? Məsələn, iki görmənin olması, bir tərəfli gücsüzlüyün olması, hətta bir əldə, bir ayaqda gücsüzlüyün olması. Həkim gələnə qədər təxirə salınmaz tədbirlər. Arterial təzyiq yalnız beyin daxili qansızmaya əmin olduqdan sonra yendirilə bilər. Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin həkim nevroloqu Ülviyə Səlimova geniş izah edəcək. Sağlam Səhətdə. Sağlam Səhətə baxırsınız və qonağımız Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin həkimi nevroloq Ülviyə Səlimovadır. Xoş gəlibsiniz, doktor. Təşəkkür edirəm, çox sağ olun. olun. Və biz qonağımızla beyin qan dövranı pozulmaları haqqında söhbət aparacağıq. Öncə isə keçək klinikanın təqdimatına. Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi Seyid Cəfər Pişəvəri 110 ünvanında yerləşir. Memar Əcəmi metro stansiyasının yaxınlığında. Bu klinikanın Masallı, Göyçay və Sumqayıtda filialları fəaliyyət göstərir. Telefon nömrəsi 430 89 89. Eyni nömrəni 050 055 və 070-də də yığa bilərsiniz. İndi isə keçək qonağımızın təqdimatına. Nevroloq Ülviyə Səlimova 2005-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakültəsini bitirib. 2009-2017-ci illərdə Respublika Narkoloji Dispanserdə həkim-nevroloq vəzifəsində çalışıb. 2008-ci ildə akupunktura və hirodoterapiya üzrə təlim keçib. 2018-ci ildə Türkiyənin Ağdəniz Universiteti xəstəxanasında nevroloji xəstəliklər üzrə ixtisas artırma kursunda iştirak edib. 2018-ci ildən Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində fəaliyyət göstərir. 2006-cı ildən müntəzəm olaraq Bioloji Təbabət üzrə Almaniya, Kolumbiya, Rusiya, İsveçrə və Ukrayna mütəxəssislərinin keçirdiyi biotənzimləyici və nevral terapiya üzrə seminarların, eləcə də praktiki təlimlərin iştirakçısı olub. O cümlədən Azərbaycan və Türkiyədə keçirilən müxtəlif nevroloji konfrans və kurslarda iştirak edib. Azərbaycan və Türk Nevroloji Dərnəyinin üzvüdür. Təkrar xoş gəlibsiniz, doktor. Öncə mən istərdim buna aydınlıq gətirəsiniz, Ülviyə xanım. Beyin qan dövranı pozulmaları nələrdir? Nəyə beyin qan dövranı pozulması deyilir? Bugün bu mövzuya müraciət eləməkdə məqsədimiz oldu ki, doğrudan da bu diaqnozla, belə çox ciddi fəsadlarla müraciət edən xəstələrin sayı bütün dünya statistikasında getdikcə artır. Beyin qan dövranı pozulması adından göründüyü kimi, orqanizmin normada dövr edən qan dövranının pozulmasıdır. Necə? Yəni, bu iki istiqamətdə ola bilər. Bir, nevrologiyada işemik insult dediyimiz, yəni bizim pasientlər arasında tanınan insultlar. Bir kəlmədə isə insultlardır bunlar. Bunda iki növü var. Beynin qansızlaşması ilə gedən işemik insultlar və beyin damarlarının hər hansı bir səbəbdən partlaması nəticəsində gedən beyin daxilinə və yaxud da ətraf toxumasına qanın sızması ilə gedən formalardır ki, bunlar da hemorrajik insultlardır. Bugün biz bunları istəyirik ki, biraz aydınlıq gətirək. Ümumiyyətlə, işemik insultlar daha çox rast gəlinir. Səbəblər çoxdur, müxtəlifdir. Belə ki, burada iki əsas nüans var. Hansı ki, əmələ gəlmə səbəbləri arasında iki faktor var ki, bir dəyişdirilə bilən faktorlardır, bir də dəyişdirilə bilməyən faktorlardır. Bu xəstəliyin yaranmasında dəyişdirilə bilməyən faktorlardan biri yaşdır. Yəni, təbii ki, bu xəstəliklər yaşı müəyyən 60-dan yuxarı olan pasientlərdə daha çox rast gəlinir. İkinci bir faktor isə irq faktorudur. Statistika göstərir ki, irqin də bu xəstəliyin rast gəlmə tezliyində müəyyən rolu var və cinsiyyət faktorudur. Digər faktorlar isə epigenetik faktorlardır. Əslində, bizim toxuna biləcəyimiz, bizim müdaxilə edə biləcəyimiz faktorlarda məhz elə dəyişdirilə bilən epigenetik faktorlardır. Cinsiyyət faktorunu qeyd etdiniz, qorxa-qorxa soruşuram. Qadınlarda mı çox rast gəlinir? Daha çox rast gəlinir. Çünki
belə deyək də, yəni hormonal balansın pozulması ilə əlaqədar, pozulma deməyək, yəni qadınların daha çox hormonal dəyişiklik yaşaması ilə bağlı olaraq, bir də siqaret faktoru var, məsəl üçün bunlar dəyişdirilə bilən faktorlardır. Düzdür, biz mentalitet olaraq siqaret daha çox kişilər çəkir, amma qadınlarda daha az siqaret çəkmə var. Yaş olaraq bəli, daha çox qadınlarda rast gəlinir. Dəyişdirilə bilən faktorlar elə siqareti demişkən, burada təzyiq xəstəliyini mən qeyd etmək istəyirəm. Arterial hipertenziya, şəkərli diabet, ürək xəstəlikləri, hansı ki, sonradan yaranan xəstəliklərdir və yaxud da anadan gəlmə problemləridir ki, biz bunları kontrol altına alaraqdan və yaxud da hormonal dəyişikliklərdir, endokrinoloji problemlərdir. Sonra qanda xolesterinin səviyyəsində olan dəyişikliklər hər biri epigenetik faktorları. Təbii ki, biz burada epigenetika deyəndə həmçinin həyat tərzi, sağlam qidalanma, düzgün, aktiv həyat tərzi də başa düşürük. Əsas məqsədimiz dəyişdirilə bilən faktorlara təsir etmək ki, xəstəlik meydana çıxandan sonra olan hallar təbii ki, çox üzücüdür. Yəni, təbii ki, burada söhbət əgər beyin qan dövranı pozulmasından gedirsə, ağır kliniki halları biz görürük. Bu çox müxtəlif ola bilər. Beynin hansı nahiyəsinin zədələnməsindən asılı olaraq biz pasiyentdə ona uyğun nevroloji simptomatikanı görürük. Burada damarların problemləridir, hansı ki, vaskulitlər çox geniş yer alır, damar xəstəlikləri, daha sonra travmalardır, anadan gəlmə variasiyalardır, gipoplaziyalardır və s. Kollagenozlar nəticəsində damarların zədələnməsi və s. Bunların, bu xəstəliklər birbaşa insult riski yaradan amillərdir. Dediyim kimi, beynin hansı nahiyəsinin zədələnməsindən asılı olaraq bir çox kliniki simptomları biz görə bilərik. Əsas toxunmaq istədiyim bir məqam var. Biz, məsəl üçün, pasiyentlər çox vaxt deyir ki, doktor, gördük ki, bəs hər hansı bir yaxınıdır, əzizidir, qonşusudur, baxdıq özünü pis hiss eləyir. Hansı kliniki simptomları biz görsək, insultdan şübhələnməliyik. Bunları istəyirəm nəzərə çatdırım. Birinci növbədə, məsəl üçün, bu müxtəlif ola bilər. Dediyim kimi, beynin zədələnmə nahiyəsinə asılı olaraq. Məsələn, iki görmənin olması, bir tərəfli gücsüzlüyün olması, hətta bir əldə, bir ayaqda gücsüzlüyün olması, bir tərəfli keymə hissinin, gücsüzlük, hərəki gücün biz itməsini nəzərdə tuturuq, bir tərəfli keymə hissinin olması və yaxud da əks tərəfdə üzdə asimetriyanın yaranması, əks tərəfdə hərəki pozulmanın və yaxud da hissi pozulmanın olması və s. baş gicəlmənin olması, nitqin, danışığın itməsi, pozulması, anlamsız olması. Bunların hamısı olmalıdır, doktor? Xeyr, bunlar sadəcə olaraq beynin müxtəlif nahiyələrində olan zədələnmələr vaxtı meydana çıxır. Hansı nahiyyə zədələnirsə ona da uyğun əlamət klinik görünür. simptomatikanı biz görürük, bəli. Baş gicəlmə, birdən-birə yaranan baş gicəlmə meydana çıxa bilər. Dediyim kimi, görmənin pozulması, iki görmə ola bilər. Baş ağrıları da ola bilər. Baş ağrıları, bəli, elə baş ağrıları sırf biz az əvvəl mən dedim ki, insultları əsas iki böyük qrupa bölürük. Bir, qansızmanın olduğu insult növü, hansı ki, biz buna işemik insult deyirik. Bir də ki, beyin damarlarının partlaması nəticəsində yaranan hemorragik, yəni beyin daxilinə qansızma gedən biz insult növləridir ki, bu zaman baş ağrıları çox şiddətli olur. Ümumiyyətlə, əgər beyin, Allah Taala bizi elə yaradıb ki, hər şeyin öz yeri var sanki. Yəni, təsəvvür edək ki, qan damarın içində deyil də beyin parenximasının içinə axır və orada müəyyən bir kütləni tutur. Artıq onun, yəni o qan orada olmalı deyil, düzdürmü? Yəni, onun qanın həmən nahiyyə toplanması müəyyən bir gərginliklə, yəni müəyyən bir yer tutur. Onun üçün də çox şiddətli baş ağrılarını biz müşahidə edirik. Burada müxtəlif simptomlar ola bilər. Dediyim kimi, psixomotor oyanıqlıqdan tutmuş, məkan, zaman, orientasiya qabiliyyətinin itməsi, epileptik sezurlar dediyimiz epileptik tutmalar ola bilər. Çox müxtəlif biz simptoma kompleksi görə bilərik. Əsasən də birdən-birə yaranır simptomlar, kəskin beyin qan dövranı pozulmalarında pasiyentlərin halı birdən-birə dəyişir. Yəni, çox vaxt yaxınları deyir ki, doktor, heç nə yoxudur, yedi, içdi, çox yaxşı idi, birdən-birə gördük ki, şiddətli baş gicəlmə oldu, hətta üzdə avazıma, qızarma, hiperemiya deyirik biz buna. Sonra tərləmə, titrətmə, təbii ki, şiddətli baş ağrılarına yanaşı və bu kimi hallar da müşahidə oluna bilər. Bəs nə etmək lazımdır
belə halda mən qeyd etmək istəyirəm ki, çox vaxt doğru bilinən yanlışlarla biz təəssüf ki, həkim olaraq Həkim üzləşirik. gələnə qədər, həkimə qədər evdəki əhali nə etməlidir, ev əhli doktor? Elə yaxşı sualdır, mən də buna toxunmaq istəyirdim. Çünki doğrudan da bizim bir pasiyentə kömək etmək istəyərkən, təəssüf ki, tibbi biliklərimizin aşağı olması, təbii ki, ətrafımızda bir his var. Bu pasiyentə, bu yaxınımıza kömək etmək. Və nə edirik? Özünü pis hiss eləyir. Çoxlarımız təzyiq ölçməyə bacarırıq. Təzyiqini ölçürlər pasiyentin. Limon verirlər. Bəli, yəni görürlər ki, yüksəkdir. Məsəl üçün çox yüksəklərə qalxıb 200-200-ün üstündə bir arterial təzyiqi görən kimi panikaya düşürlər və təbii ki, nə etməyə çalışırıq? Biz təcili yardım çağırana qədər çalışırıq ki, arterial təzyiqi aşağı salaq. Bu yol verilməzdir, dəyərli pasiyentlər. Ona görə ki, arterial təzyiq yalnız beyin daxili qansızmaya əmin olduqdan sonra yendirilə bilər. Niyə görə? Çünki düzdür, bəzi simptomlarla ədəbiyyatda yazır ki, işemik insultda bu kimi olur hallar, hemorrajik insultda bu kimi olur. Yəni xüsusi bir professionallıq tələb edir işemik və hemorrajik insultu seçmək. Yəni qansızlaşma ilə qanaxmanın verdiyi insultu seçmək çox çətindir. İlk təcili tibbi yardım gələnə qədər xəstənin təzyiqini salmaq heç də məsləhət deyil. Nəyə görə məsləhət deyil? Çünki orqanizm o qədər unikal, o qədər, yəni belə deyim, hər tərəfli Allah Taala tərəfindən yaradılıb ki, təsəvvür edək ki, hər hansı bir beyin nahiyəsini qidalandıran damarda bir stenoz var, okkluziya var. Nə deməkdir? Yəni damar daralıb, ya spazmdır, və yaxud da ki, biz dedik ki, insultun əmələ gəlmə riski arasında xolesterinin qanda səviyyəsinin yüksək olması və yaxud da daha çox qanın reologiyasına, reoloji xüsusiyyətlərindən bağlı olaraq qanda laxtalanma deyirik. El arasında mənim laxtalanmam çoxdur, mənim qanım qatıdır, düzdürmü? Bu beynin damarlarını tuta bilər. Ya ürək xəstəlikləri nəticəsində yaranan, çünki atrial fibrilyasiyalar var ki, ürəyin qeyri-normal yığılması nəticəsində həmən yerdə qan pompaları, daha doğrusu tromb yaranır. Çünki elə bir patologiyadır ki, orada ürək normal yığılmadığı üçün sanki qan qalır. Hər dəfə qan qalırmış kimi həmən nahiyədə sadə dillə başa salmağa çalışıram, tromb yaranır. Və ürək vurulan zaman o tromb qan dövranına atılır, yəni qovulur. Və bu trombun beyin damarlarının hər hansı bir nahiyəsini tutması nəticəsində insultlar baş verir. Və yaxud da təsəvvür edək ki, hər hansı bir spazm var, həmən nahiyə qansızlaşıb. Orqanizm elə qurulub ki, bir beyin nahiyəsi qansızlaşan kimi orqanizm kompensator olaraq, yəni həmin nahiyədən bir, belə deyək, siqnal gəlir sanki. Filan nahiyədə qansızlaşma var. Və orqanizm həmən nahiyədəki qansızlaşmanı aradan götürmək üçün təsəvvür edin ki, bu kanalla qan getmir beyin nahiyəsinə. Digər kollateral dediyimiz damar şəbəkəsi var ki, orqanizm elə qurulub ki, bir nahiyə zədələnəndə digər qan damarları vasitəsilə həmin nahiyə qan çatdırmağa çalışır. Və bu zaman orqanizm nə edir? Öz təzyiqini qaldırır. Biz buna deyirik kompensator təzyiqin qalxması. Təzyiqi qaldırır ki, zədələnmiş nahiyə, doğrudan da zədələnmiş nahiyə qan verə bilsin və yaranmış mövcud problemi aradan qaldıra bilsin. Bu, orqanizmi qoruma adına olan bir mexanizmdir. Bəli, biz də bilmirik və görürük ki, təzyiq yüksəkdir. Çox təəssüf ki, nə edirik? Təcili yardım gələnə qədər sürətli şəkildə gah xəstənin ağzına dərman qoyuruq, gah qanını alırıq, gah nə bilim venasına iynə vururuq. Özümüz sanki həkimlik eləyirik ki, xəstənin bəs təzyiqini salaq. Çox belə acınacaqlıdır ki, hətta bunu həkimə deyirlər ki, doktor, təzyiqi 200-üdür. Baxırsan ki, 10 dəqiqə, 15 dəqiqə artıq təcili yardım gələnə qədər biz onu 150-yə saldıq. Yəni əslində biz yaranmış bir problemi aradan qaldırmaq, bəli, yəni daha da dərinləşdirir. Bu zaman xəstəyə rahat bir poza verib, onun yıxılmasını və ya da hansı bir ciddi fəsad almasını qarşılamaq üçün poza verib sadəcə olaraq təcili yardıma çağırmaq lazımdır. Ancaq gözləmək lazımdır. Ancaq gözləmək lazımdır. Xəstələrdə diaqnostikada... Bir də çox üzr istəyirəm, doktor, o təzyiq dərmanı ki, hər gün içmək lazımdır. Ta ki, pasiyent içmir. Bax, məsələn, təzyiqi qalxan kimi birini içir, sonra ikincisini içir, sonra üçüncünü verirlər. İnanırsınız ki, bunu biz hər gün mübarizə aparırıq. İnandırım sizi, hər gün qəbul etdiyimiz pasiyentlərdə bu problemlərimiz var. Soruşuruq. Məsəl üçün, xəstə gəlib nevroloqa, şikayət edir ki, doktor, mən təzyiq xəstəsiyəm, şəkərimdə var. Yəni, artıq görürsən ki, risk faktorları var. Xolesterin də təbii ki, çoxdur. Yəni, xəstənin bir metabolik sindromu var.
Yəni pozulmuş bir metabolizmi var və sual veririk. Siz təzyiq xəstəsi? Bəli, doktor, mənim təzyiqim, amma dərmanı olandan olana içirəm. Bu yol verilməzdir, dəyərli pasiyentlər. Ona görə ki, biz həkiminiz dərmanı necə təyin edirsə, hər gün mütləq şəkildə o təzyiq dərmanı qəbul olunmalı, o şəkər üçün yazılan həblər alınmalı və yaxud da əgər iynədəsinizsə, mütləq onu qəbul etməliyik. Niyə? Çünki doğrudan da biz özümüz öz vəziyyətimizi ağırlaşdırıb bu kimi ciddi infarkt, insult, beyin qanaması və s. bu kimi ciddi nevroloji fəsadların yaranmasına zəmin yaradır. Doktor, maraqlı, bəs hansı müayinələr olur? Ümumiyyətlə, bütün dünyada bir çox müayinə üsulları var ki, biz belə pasiyentlərdə təyin edirik. Ümumiyyətlə, kəskin beyin qan dövranı olan xəstələrdə dünyada qızıl standart kompüter tomoqrafiya müayinəsidir. Çünki niyə? Vaxt itirə bilmərik. Hətta inşallah ki, indi bizdə də bu sistemlər yaradılır artıq. Məsəl üçün, trombla tutulmuş damarın xəstənin xəstəxanaya çatdırılması çox vacibdir. Bunu demək istəyirəm. Əgər ətrafınızda, dəyərli izləyicilər, görsəz ki, kimdəsə insulta bənzər, mən az əvvəl saydığım simptomlar var. Bu demək deyil ki, xəstədə insultdur. Amma ola bilər. Yəni fikirləşirik ki, bu xəstə insult ola bilər. Həmin xəstəni terapevtik pəncərə dediyimiz bir saat var. Nə deməkdir bu? İlk 4-6 saat çox vacibdir. Bu xəstəni dayanmadan, durmadan, ola bilər ki, xəstə heç kənddədir, ay mən bunun təzyiqini salım, sabah apararam, yol verilməzdir. Siz xəstənizi nə qədər tez xəstəxanaya çatdırsanız, onun, belə deyək, həyatını xilas etmiş olursunuz və yaxud da daha ağır nevroloji defisitin yaranmasının qarşısını alırsınız. Və hətta bu informasiyanı vermək istəyirəm ki, xəstəxanaya vaxtında çatdırılan xəstələrdə indi Bakıda da, Azərbaycanda da var artıq trombolizis dediyimiz damar əridən, belə deyim sadə dillə, preparatlar var ki, damar yox, üzr istəyirəm, tromb əridən preparatlar var ki, bu preparatların vaxtında xəstəyə yeridilməsi, tətbiq olunması xəstənin simptomlarının aşağı düşməsinə, biz xəstənin vəziyyəti NIS şkalası dediyimiz bir şkala ilə dəyərləndiririk. Xəstəni qəbul etdiyimiz ilk vaxtda ölçürük, xüsusi bir şkaladır və trombolizis olunan müddətdə də bu xəstənin vəziyyətini NIS şkalası ilə dəyərləndiririk. Bu müddət çox vacibdir. Yəni siz onu gecikdirsəz və yaxud da sabaha saxlasaz və yaxud da deyək ki, təzyiqi salırsınızsa, salaq sabah apararıq ya necəsə, artıq həmən nahiyə, qansız qalan nahiyə qurtarıla bilmir. Çünki zədələnən nahiyənin ətrafında xüsusi bir sahə var ki, onlar zədələnmə ehtimalı olan sahədir, hələ də sağdır. Biz buna penumbra sahəsi deyirik. Düzgün vaxtında olmuş müdaxilə vaxtı trombdursa tromb, spazmdursa spazm, hər nədirsə problem, yəni o həll olunsa, xəstənin də əlbəttə ki, əlillik səviyyəsi aşağı düşür və hətta tromb, təsəvvür edək ki, damarın divarını tromb tutub və aparılan müalicə nəticəsində o tromb əriyir və yenidən həmən nahiyə qan dövranı bərpa olur. Nə olacaq? Təbii ki, xəstənin zəifləmiş əli, hissiyatı olmayan əli, ayağı, üzündə asimetri, hər nədirsə simptomatika təbii ki, geri inkişaf edir və xəstə sağ-sağlam evinə yola salına bilər. Ona görə də biz çalışmalıyıq ki, belə pasiyentləri vaxtında xəstəxanaya çatdıraq. Çünki, düzdür, belə sual ola bilər. Doktor, belə biz əvvəldən eşitmişik ki, təzyiq qalxırsa təzyiqi salmaq lazımdır. Bəli, təzyiq salınır yalnız hemorragik insultlarda. Onda sadə insanlar bilməzlər. Zaten xəstəxana daxili aparılması lazım olan bunlar işləmlərdir. Çünki xəstə gələn kimi ilk növbədə həkimin qarşısında bir məqsəd olur. İşemik insultdur yoxsa hemorragik insultdur. Bunu necə təyin edir həkim? Kompüter tomoqrafiya müayinəsi ilə, yəni kompüter tomoqrafiyası həm tez başa gələn bir müayinə üsuludur, həm də ki, daha dəqiq, qanı daha dəqiq göstərən bir müayinə üsuludur. Ona görə də xəstə qospitalizasiya olunmalı, yəni xəstəxana yerləşdirilib, o cürə müdaxilə olunsa, daha yaxşı, daha sağlam və əlillik riski daha aşağı olmuş olar. Bəs müalicə nədən ibarətdir, doktor? Deyək ki, gəldi və xəstəxanaya yatırıldı həmin xəstə. Burada müalicə təbii ki, fərqlidir. Necə fərqlidir? Yəni, birinci insult növünün subarachnoidalmı, qansızmı, subduralmı və yaxud da beyin parenkimatozmu, qanaxma və yaxud da işemikmi insult, nədirsə problem onun həllinə uyğun, artıq ona uyğun şəkildə aparılır. Bir də daha çox biz gündəlikdə rastlaşdığımız kəskin beyin qan dövranı pozğunluğu yox da, hipertensiv ensefalopatiya, bir də xroniki beyin qan dövranı pozğunluqlarıdır ki, bunlar da müxtəlif səbəblərdən ola bilir. Yenə də damar spazmı, müxtəlif dediyim kimi arterial təzyiqin anamnezdə yüksək olması, anamnezində şəkərin olması və kontrolsuz bu kimi xəstəliklərin olması xəstələrin tez-tez kriz yaşamasına. Düzdür, burada əgər yaranan simptomlar, məsəl üçün təzyiq qalxdı, kimdəsə 180, 200, 220,
simptomlar müşahidə oluna bilər. Hansı simptomlar? Deyək ki, güclü başı ağrıyır, ürəyi bulanır, qusa bilər, keymələr ola bilər, iynələnmə, batma hissi ola bilər, məkan, zaman, yerdə bələdliyi azala bilər, psixomotor oyanıqlıq ola bilər və s. Və bu kimi xəstələr də biz daha çox görürük hipertensiv ensefalopatiya. Çox maraqlıdır doktor. Bəs inteqrativ tibblə bu xəstələrə necə kömək etmək mümkündür? Gəldik əsas məsələyə. Doğrudan da bizim əsas hədəfimiz insult olandan sonra xəstələri düzdür, reabilitasiyasına məşğul oluruq. Çox yaxşı inteqrativ tibblə, hətta akademik təbabətin gücü çatmadığı bərpa işləri inteqrativ tibblə görülə bilir. İnsult olmuş xəstələr var, reabilitasiyası aparılır və xüsusi müalicə üsulları ilə sağlıqları daha yaxşı bərpa olunur. Amma bizim Künxan əsas məqsədimiz insult olana qədər xəstələri deməli məlumatlandırıb onlara yardım etmək ki, əgər anamnezdə, yəni xəstəlik tarixçəsində xəstənin şəkəri varsa, təzyiqi varsa, lipid spektri yüksəkdirsə, irsi meyilliyi varsa, bu kimi xəstələr artıq risk daşıyır. Və inteqrativ tibbdə bilirik ki, xəstəliyin səbəbinə yönəlik bir müalicədir. Yəni xəstənin özünü, gördüyümüz halı yox, onun səbəblərini axtarırıq, araşdırırıq və kökündən müalicəyə çalışırıq. Bu zaman xəstələr qəbul olunursa, bilirsiniz ki, Bakı Bioloji Təbiət Klinikası stasionar kimi fəaliyyət göstərmir, amma Masallı Bioloji Təbiət Klinikası tam stasionar kimi fəaliyyət göstərir və təbii ki, mən hər həftənin 5-ci gündə Masallı xəstəxanasında oluram və həmin xəstəxananın özünün də böyük bir reanimasiya şöbəsinə daxil olmaqla şöbəsi var ki, kəskin beyin qan dövranı pozuntularını biz orada qəbul edirik. Amma gündəlik Bakıda qəbul etdiyimiz xəstəxanada daha çox xroniki hipertensiv ensefalopatiya və xroniki beyin qan dövranı çatmazlıqları olan pasientlərimizi qəbul edirik. Və kökündən müalicə. Burada təbii ki, xəstənin şəkəri varsa, mütləq endokrinoloq müdaxilə etməlidir. Niyə? Çünki səbəb araşdırılıb səbəbə yönəlik müalicə aparılır. Bu məqsədlə biz kolleqalarımızı dəvət edirik, kardioloq, endokrinoloq, nevroloq, yəni xəstənin müalicəsi birlikdə aparılır. Təbii ki, xəstəmizin hər hansı bir əlilliyi varsa, artıq keçirilmiş insultu varsa, deyək ki, bir 10 gün, 15 gün bundan qabaq insult keçirib, ardını Bioloji Təbiət Klinikasında sağlığına qovuşmaq istəyir. Bu kimi xəstəmizi bu 3 həkimlə yanaşı əlavə olaraq fizioterapiya, reabilitasiya şöbəsinə də təqdim edirik ki, kompleks bir müalicə aparılsın. Biz burada səbəbə asılı olaraq həftədə 2 dəfə olmaqla yenə drenaj detoks müalicəmizi tətbiq edirik. Çünki zədələnmiş orqanların bərpası və daha yaxşı aparılır inteqrativ tibblə. İnteqrativ tibb dediyimiz nədir? Yəni heç bir bizim istifadə etdiyimiz preparatlar heç bir əlavə təsiri yoxdur və xəstənin heç bir belə deyək orqanları tərəfindən mənfi qəbul edilmir. Həftədə 2 dəfə olmaqla biz eləyirik drenaj detoks, sonra akupunktura, homosinyatriya, yəni bioloji aktiv dərmanların həmin nahiyələrə vurulması və üstünlük nədən ibarətdir? Həm səbəbi aradan götürürük, çünki heç də gizli deyil ki, insult keçirən xəstələr dəfələrlə insult keçirməyə məhkum olur sanki. Çünki bu qarşısı alınmaz bir prosesdir. Biz insult keçirəndən sonra xəstəni götürüb müalicə etməli deyilik. İnsult keçirənə qədər risk faktorları ilə savaşmalıyıq. Biz buna epigenetik faktorlar deyirik. Təbii ki, burada sağlam qidalanma, düzgün həyat tərzi, aktiv həyat tərzi və bariz olan xəstəliklərin düzgün müalicəsi və təbii ki, bu da inteqrativ tibblə çox geniş şəkildə biz belə xəstələrə yardım edə bilirik. Müalicə arasında azonoterapiya, çünki nəzərə alsaq ki, azonun müxtəlif dozları var və azonoterapiya bütün qan dövranı yaşlaşmasına kömək eləyir və müxtəlif azon dozlarından asılı olaraq qanda xolesterin səviyyəsini azalda bilirik. Qan dövranına, qanın hemodinamikasına, yəni qatıdırsa, durudursa, hemodinamika deyəndə biz onun reoloji xüsusiyyətlərini, orqanizmin da dövr eləyən qanı reologiyasını nəzərdə tuturuq ki, qanı durulda bilirik azonla, xolesterin aşağı sala bilirik və s. Burada komple apardığımız müalicələrdən biri oksivena terapiyadır ki, çox yaxşı, yenə deyirəm, məqsəd əslində zədələnmiş damarı qorumaq. Çünki bilirik ki, bu damar problemidir, düzdürmü? İnsultlar beyin damar xəstəlikləridir. Yenə deyirəm, bugün bir pasientlə üzbəüz isə insult, gələn dəfə o pasient infarkt ola bilər. Gələn dəfə o pasientin əgər doğrudan da tromb kimi bir problemi varsa, ürək atrial fibrilyasiyası və yaxud da qazanılmış anadan gəlmə ürək qüsurları varsa, bu xəstə qarşımıza yenə də daha ağır
qan dövranı pozulmaları ilə gələ bilər. Ona görə də xəstəliyi yaradan səbəb müalicə olunmalıdır. Onun gözləməməliyik ki, xəstə insult olsun, indi biz sizi müalicə edə bilərik. Sıfıra, minimuma endirə bilərmi Təbii doktor? ki, xəstələrimiz var inteqrativlə. Yəni hal-hazırda biz belə deyək, əslində qarşımızda təzyiqlə, şəkərlə, metabolik pozulma ilə oturan hər bir xəstə, ələxüsusda genetikasında meyillik varsa, bir nümunədir. Daha doğrusu, hər bir saydığım xəstəliyi olan xəstəmiz gələcəyin insult riski daşıyan bir xəstəmizdir. Ona görə də həkimlərin yazdığı preparatlar, onların, məsəl üçün, az əvvəl siz də dediniz, təzyiqim olanda içirəm kimi qavramlar bir mənalı şəkildə xəstələrdə çox ciddi fəsadların yaranmasına gətirib çıxarır. Biz pasiyentimizi başa salırıq. Son dövrlərdə artıq inteqrativ təbabətdə xüsusi protokollarla işləyirik. Düzdür, əvvəlindən vardı protokollar, amma son dövrdə də xroniki xəstəliklərdə inteqrativ tip protokolları ilə işləməyə başlamışıq və xəstəmizə də çox rahat bu protokolu təqdim edə bilirik. Nədir bu protokol? Hər bir xəstəliyin xüsusi klinik həkimlər tərəfindən hazırlanmış protokolu var. Bunları biz stolumuzun üstündə hazırdır, belə deyim, və xəstəyə təqdim edirik. Məsəl üçün yazırıq, tutaq ki, yazılıb orada insult, əmələ gətirən səbəblər, biz nələri etməliyik, hansı müalicə üsullarını aparmalıyıq və nəticə nədir? Mən xəstələrə çox daha rahat dillə başa sala bilirik ki, burada bizim yolumuz nə olmalıdır? Doktor, bildiyim qədərincə yaxın günlərdə İtaliyada bir səfərdəydi. İstəyərdim bu səfər haqqında məlumat verərdiniz. Bəli, Gönül xanım, demək, əslində uzun illərdir inteqrativ tip Azərbaycanda var olduğu gündən biz daimi olaraq xarici mütəxəssislərdən təhsil alırıq. Çox vaxt biz müxtəlif mütəxəssislər Azərbaycana dəvət olunur və burada çox böyük, iri çaplı bir seminarlar keçirilir. Hətta bu yaxında simpozium, ikinci xroniki xəstəliklərin müalicəsində Azərbaycanda ikinci böyük bir simpozium keçirildi və müxtəlif inteqrativ tip mütəxəssisləri Türkiyədən, daha çox Avropa ölkələrindən, Amerikadan dəvət olunmuş inteqrativ tip mütəxəssisləri iştirak etdi və təbii ki, çox xoşdur ki, burada bizim də artıq həkimlərimiz öz nəticələrini bizim kolleqalara çatdırdılar. Böyük bir simpozium oldu və təbii ki, biz xaricdə keçirilən konferanslarda tez-tez iştirak edirik. Sırf inteqrativ tiplə. Gönül xanım, inandırım sizi ki, hər dəfə konqreyə gedəndə həkim ordusunun daha da çox sayının artdığını görürük. Bu yaxında da İtaliya Milan şəhərində bir beynəlxalq konferans oldu. Hansı ki, 15 respublikadan orada kolleqalarımız iştirak edirdi. O cümlədən də biz də iştirak elədik. Məqsəd əslində inteqrativ tip doğrudan da bu konqreslərə getdikcə, seminarlarda iştirak elədikcə görürük ki, inteqrativ təbabət doğrudan da gələcəyin bir təbabətidir. Biz təbii ki, buradan yenə də yeni biliklər əldə etdik. Çünki əgər belə deyək, akademik təbabətdə xroniki, qeyri-infeksion xəstəliklərin müalicəsində akademik təbabət, xüsusilə də qeyd etmək istəyirəm, autoimmun xəstəliklərin müalicəsində akademik təbabətin imkanları azdır. Yəni, az olduğu kimi nə qədər azdırsa, inteqrativ təbabətin imkanı bir o qədər böyükdür. Ona görə də bütün dünya həkimlərinin, o cümlədən də bizim bu yolda çox böyük marağımız var və çox xoş oldu. Öyrəndiyimiz yeni biliklərimizi də durmadan, usanmadan aldığımız pasiyentlərimizə tətbiq edirik. Düşünürəm ki, inşallah gələn dəfələrdə keçirilən konqrelərdə artıq Azərbaycan həkimləri də, inteqrativ tip həkimləri öz nəticələrini paylaşacaqlar. Artıq biz onun üçün danışıqlar da etdik orada. Niyə? Çünki doğrudan da artıq inteqrativ tip klinikası illərdir Azərbaycanda fəaliyyət göstərir və yetəri sayda istər nevrologiya, istər artrologiya, istər allergik xəstəliklər, autoimmun xəstəliklərdə kifayət qədər nəticələrimiz var. Gəldiyinizə görə təşəkkür edirəm, doktor, çox sağ olun. Əziz tamaşaçılar, bizim qonağımız Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin həkimi, nevroloq Ülviyə Səlimova idi. Onu da qeyd edək ki, doktor hər həftənin 3-cü günləri Göyçay, 5-ci günləri isə Masallı Bioloji Təbabət Klinikasında pasiyentləri qəbul edir. Geyimə görə isə hər zaman olduğu kimi Vomo Butikə təşəkkür edirəm. Əziz xanımlar, əgər qardirobunuzu bir-birindən gözəl geyimlərlə bəzəmək istəyirsinizsə, yolunuzu Vomo Butikdən sala bilərsiniz.
etməlisiniz bir sıra geyimlərə. Çox yaxşı endirimlər də var. Təşəkkürlər Bomma Butik. Sizinlə isə sağollaşırıq əziz tamaşaçılar. Yenidən görüşünüzə gəlmək ümidi ilə sağ olun, sağlıqla qalın.